Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir. Bugünkü mövzumuz nida cümləsidir. Nida cümləsində qaydalara girməzdən öncə sizə belə bir sxem təqdim edeyim. Sxem üzərində biz belə deyək də, lore ilə desə, skeletimizi izah eləyək, sonra qaydalarımıza keçək. Deməli, nida cümləsi bir what, bir də how ilə başlayır. Halını izah etməzdən öncə bu sxemi başa düşək, sonra digərinə keçərik. Ümumən, nida cümləsinin ən birinci özəl qaydası nida cümlələrinə, normalda biz cümlələrə soldan sağa başlayırıq, amma nida olduğu halda isə sağdan sola başlamalıyıq. Niyə görə? Ən birinci mübtəda xəbəri tapandan sonra ayırıram. Niyə? Çünki burada səhv salma birinci yöntəmi nədir? Xəbərlə mübtədanın yerini dəyişirlər. Yəni, burada xəbər, sonra mübtəda gəlir. Yanlışdır. Birinci gəlməlidir mübtəda, sonra xəbər gəlməlidir. Deməli, iki cümlə üzrünü doğruladıqdan sonra keçirəm orta hissəyə. Orta hissədə ya isim, bu birinci versiya, ya da sifət isim qalarsa, what yazacağam. Deməli, burada iki dənə məqam gördünüz. Biri isim, biri də sifət isim. Yəni, bu o deməkdir ki, what iki versiyanın ikisində də mütləq şəkildə nə ilə uzlaşmalı, işlənməlidir, isimlə işlənməlidir. Deməli, mən mübtəda xəbəri ayırdım. Yerdə isim, sifət isim qaldısa, nə ilə işlətməliyəm? What-la işlətməliyəm. Və burada bir qızıl bir məqam var. Nədir o? Buradakı isimlər sayılan təkdirsə, baxın, buradakı isimlər sayılan təkdirsə, artiklımı da nə edəcəm? Ora yazmalıyam mütləq, ən artiklını. Amma bu hissədə, baxın, bu hissədə Z artiklı işlənməz. Yəni, mütləq şəkildə videonu saxlayıb, mütləq bu qeydləri götürərsiniz. Deməli, burada artikl işlənə bilər, hansılardır? EN işlənə bilər, bəli, E də olar, N də olar. Amma Z artikl işlənməz. Bəs, bəzən nümunələrdə biz rast gələcəyik, oradakı işlənən Z niyə görə işlənir? Yoldaşlar, fikir verin, mübtəda. Mübtəda, təbii ki, əvəzliyi ilə də ifadə oluna bilər, nə bilim, insan adlarından da ifadə oluna bilər və əsas, noun, yəni isimlə ifadə olunarsa, mütləq onun qabağında nə olmalıdır? Z. Olmasa bəs, yanlışdır. Gördünüz? Daha sonra isə gəldim digər bir məqama. Oxlara fikir verin, bax, buradan bir dənə oxçuluq gəldi mübtədaya, buradan da bir dənə oxçuluq gəldi mübtədaya. Bu o deməkdir ki, birinci mübtəda ilə xəbəri tapıram. Mübtəda, sonra xəbər. Sonra mübtəda ilə xəbəri uzlaşdırıram. Təkcə tək, cəmcə cəm. Daha sonra bu isimlər də öz növbəsində mübtəda ilə uzlaşır. Bu tək olsun, bu cəm olsun, belə şey mümkün deyil. Gəlin nümunəyə baxaq. Deməli, nümunədə mübtəda xəbərimi tapıram. Mübtəda xəbər. Tapdım. Yerindədirmi? Bəli. Bu isimdir, bu xəbərdir, bu təkdədir, bu da təkdədir. Okey, buraları düz. Mübtədam isimlə ifadə olunmuşsa, Z artiklını qoymuşamı? Bu da düz. Bu sifətdir, bu isimdir, düz. What-dan işlənib, düz. View sayılan tək isimdir, artikl qoyub, düz. Hər bir şey əladır. Hər bir şey əladır. Deməli, what-a dair olan qaydalarımız bu qədər. İndi mən çəkilirəm, siz videonu saxlayırsınız, bax, bu formatda videonu saxladınız, eynən yazdığım kimi götürüb yazırsınız dəftərinizə. Necə yazmışamsa, mübtəda, xəbər, ox işarəsi bu, sonra buradan isimdən bir ox gəldi, buradan bir ox gəldi, burada Z yazırsınız, üstündən xət çəkirsiniz, EN yazırsınız, belə xət çəkirsiniz. Bu bizim nəyimizdir? Bu bizim what-la bağlı məsələlərimiz. Bitdi. İndi gələk nəyə? How-ya. Görək, how-da bizim nə məsələmiz var? Buyurun. Deməli, başladıq. Arxadan önə doğru başlayıram. Mübtədanı seçdim, sonra xəbəri tapdım. Mübtəda xəbəri tapandan sonra bunları uzlaşdırdım, təkə-tək verdim, cəmə-cəm verdim, hər şey yerində. Ortada nə qaldı? Zərflə sifət. Və zərflə sifət çıxdı, o xara gedir, getdi, gəldi xəbərə. Bu o deməkdir ki, yoldaşlar, mən deməli, burada mübtəda xəbəri ayırdım, ortada zərf qaldı, sifət qaldı, how yazdım, işim bitdi mi? Təbii ki də xeyir. Bax, bu how-nun, belə deyək də, can alıcı məqamıdır. Burada sifət zərfin olması, bu deməkdir, %100 düzdür. Niyə? Biz bilirik ki, ana dil qrammatikada belədir ki, feili yalnız və yalnız zərf təyin edir. Yəni, sifətini təyin eləmə ehtimalı yoxdur. Amma ingilislərdə bu var. 95% feili zərf təyin edir, 5% isə sifət təyin edir. Əgər buradakı feilim özünü sifətlə təyin etmək istəyirsə, burada sifət olmalıdır. Mən burada zərf yazsam, yanlışdır.
Məsələn, belə mexaniki bir səhv eləsəm, mübtəda xəbəri ayırsam, yerdə zərf qarsa, halını götürsəm, dairə eləsəm, təbii ki də yanlış çıxacaq. Niyə? Çünki buradakı xəbərim, yəni feilim sifət təyin edirsə, mən burada sifət yazmalıyam. Yox, hərəkətli feildirsə, zərf yazacağam. Necə? İndi gəlib onu burada göstərəcəm. Bir də votda olduğu kimi mübtəda isimlə ifadə olunarsa, mütləq nə olmalıdır? Z artiklı olmasa yanlışdır. İndi yoldaşlar, baba, bu hissədə E artiklı, N artiklı və Z artiklı olmaz. Üçü də olmaz. Niyə? Artikl hansı nitq hissəsinə aiddir? İsimə. Var burada isim? Yox. Yoxdursa mən burada niyə yazmalıyam? Deməli, bəzən qaydaları biz oxuyuruq və bu bizə kör-köranə gəlir. Deyir ki, halla heç bir artikl işlənmir. E, N, Z. Soruşam, ne deyir ki, mənim kitabda elə yazıb. Yoldaşlar, məntiqinə enmək lazımdır. Deyirik ki, baba, bu hissədə isim yoxdur. Artiklda isim aiddir. Bayaq votda var idi. İsim, sifət isim. Mən orada EN artiklını yazdım. Sadəcə olaraq Z-ni yazmadım. Nida Z-ni sevmir. Harda? Orta hissədə. Amma mübtədaların sənin isimlə ifadə olunsa, təbii ki də nə etməlisən? Z yazmalısan. Yazmasan yanlışdır. Mən bir dənə belə çəkilirəm. Videonu saxladınız. Ondan sonra bu sxemi yazırsınız. Bu oxlara qədər necə çəkmişəmsə, diqqətlə önəm verin. Deməli, başlayıram. Main is. Mübtəda, xəbər, tək, əla, hər şey yerində. İsimlə ifadə olunub, Z artiklı işlətmişəm yerində. Ondan sonra gəldim sifət. Dərhal demirəm ki, bu variant düzdür. Niyə? Çünki mənim yoxlayacağım daha bir şey var. Nədir o? Əgər mənim sifətim burada düzgün təyin edilibsə feili, deyəcəm düzdür. Zərf olsaydı, baxaq görək. Is to be deməkdir. To be-ni sifət təyin edir, zərf təyin etmir. Ona görə bu da sifətdir, əla. Mən burada sadly yazsaydım, yanlış olardı. Zərf yazsaydım, yanlış olardı. Çünki to be feilini zərf təyin etmir. Bu qədər sadə. Yoldaşlar, demək olar ki, bütün nidadan danışdıq. İndi isə gəlin qaydanı bir-bir xırda-xırda üstündən surətli formada keçək. Görün, indi sizə necə rahat olacaq. Qaydaq başa. Aha, nida cümlələri özünə məxsus söz sırası vardır. İki qrupa bölünür. Yəni, votla başlayır, halla başlayır. Əla, hər şey yerində. Votla başlayan düstur. Mübtəda, xəbər ayırdım. Yerdə isim ya sifət isim qalsa, votla işlətməliyim. Bəli, xəbərdən sonra digər cümlə üzvləri bizə maraqlıdırmı? Yox, bizə bu hissə maraqlıdır. Yəni, mübtədanın xəbərlə uzlaşması, mübtədanın isimlə ifadə olunması, orada Z artiklının işlənməsi, burada sifət ismi mübtəda ilə uzlaşması, yəni, bu kimi nüanslar önəmlidir. Və burada nümunələr yazıb. Amanda is, mübtəda, xəbər təkdə, smart girl, sifət isim, votla işlənib, girl sayılan təkdə artikl qoyubdur. Hər şey əla. Nümunələrimdə burada rahatlıqla saxlayıb baxa bilərəm. Sürətli şəkildə davam eləyək. Aha, indi gələk votla bağlı fikir verməli olduğumuz məqamlara. Deyir, vot ilə başlayan nida cümlələrində votdan sonra sayılan tək isim gələrsə, artikl işlətməliyəm. EN artiklı. Bəli, bayaq qoyduq, sxemdə göstərdik. Deyir ki, bizə view sayılan təkdirsə artikl qoy. Information sayılmırsa, artiklın orada nə işi var? Daha sonra vot ilə başlayan nida cümlələrin mübtəda xəbərin düzgün işləməsinə fikir vermək lazımdır. Əvvəl mübtəda, sonra xəbər gəlməlidir. Köməkçi və ya modal feildən mübtədanın əvvəlinə keçə bilməz. Onu demək istəyir ki, yoldaşlar, mən bayaq sizə nə dedim? Nida cümlələrinə normal cümlə kimi yanaşmayın. Soldan sağa baxmayın. Mütləq sağdan sola baxmaq lazımdır. Baxdım sağdan sola, mübtədasını, xəbərini ayırdım. You have düzdür. Bəs səhv versiyalar nədir? Are they? Səhvdir. They are olmalıdır. Is your son? Səhvdir. Your son is olmalıdır. Burada da eynən, burada da eynən bu formada olmalıdır. Yəni, birinci mübtəda, sonra xəbər işlənməlidir. Yəni, mən maksimum dərəcədə çalışıram sizə sxemlə, düsturla izah edeyim. İnsan elə olanda daha yaxşı yadda saxlayır. Daha sonra nəzəriyyəni də izah edeyim. Kim hansını sevirsə, onunla yadında saxlayar. Vot ilə başlayan cümlələrində Z artiklı işlədilmir. Bəli, votla Z olmur, halla heç biri olmur. Amma, burada bir daha vurğulayıram. Amma. Mübtədan, burada əvəzliyinə ifadə olunur. Düzdürmü? Mübtədan isim olarsa, Z olmasa yanlışdır. Z olmasa yanlışdır. Vot ilə başlayan nida cümlələrində ən bağlısı ilə həmcins sifətlər verilə bilər. Yəni, burada heç bir problem yoxdur. İsmi var.
Sifəti var, problem deyil. Heç sifət olsa da olar, olmasa da olar. Yəni çox da mənim üçün bir fərq eləmir. Əsas isim olsun ki, mən what yaza bilim. Mübtəda xəbəri ayırdım. Sifət var, isim var, sifəti var. İstəyirəm bura 10 dənə düz, 20 dənə düz, fərq eləmir. Article var, hər şey əla. Bitdi. What ilə başlayan nida cümlələrində əsla zərf işlənmir. Yoldaşlar, deməli, burada biz siz niyə görə zərf işlədir? Zərfi mən harada işlədim? Mübtəda xəbəri ayırdım. Burada ortada nə qalmalı? İsim qalmalı. Hanı isim? Mən hara yazım? What'un özəlliyi burada isim olmasıdır ki, yoxdur. Yoxdursa mən necə işlədim? Lap isim yazsam da, bu nəyə aid olur? Xəbərə. Axı bu xəbərə aid olana kimi bu gəlir ismin qarşısına düşür. Məcburən avtomatik olaraq səhv olur. Yəni, what-la zərf qoya bilmirsən. Konkret olaraq sifət qoyursan. Gəldik bu hissəyə. What ilə başlayan nida cümlələrində isim və əvəzlik uzlaşmasına fikir vermək lazımdır. Bax, bayaq ox çəkmişdim bu formada. Məsələn, they are, mübtəda xəbər, cəm. Sonra a brave man. Nə oldu? Axı, buradakı adam təkdə, onlar cəmdə bu necə olur? Deməli, buradakı əvvəl mübtəda da bunu təyin edir, bunu bizə fikir çatdırır da. Deməli, bu təkdə bu cəmdə ola bilməz, yanlışdır. Bu cəmdə bu təkdə ola bilməz, yanlışdır. Doğru versiyaları cəm, tək bitmişdir. Sonra davam edirik. Gəldik how-ya. How-da düstur. Mübtəda xəbəri ayırdım. Yerdə sifət və ya zərf qalarsa, how-la işlədirəm, məsələ bitmişdir. Yoldaşlar, mənim burada dəfələrlə sizə vurğulamaq istədiyim nədir? Mübtəda xəbər. Xəbərin speaks zərflə təyin olunur. Slow deyə bilmərəm. Burada sifət yaza bilmərəm. Speak-ə görə məcbur slowly deyirəm. Aydındır? Bu, yenə də deyirəm, how-nun can alıcı məqamıdır. Orada what-un ən axırıncı dediyim qaydası var idi. İsimlə mübtəda uzlaşmalıdır. Bu da what-un can alıcı məqamıdır. Bu qədər sadə. Gəldik bu hissəyə. How ilə başlayan nida cümlələrində bunlara fikir vermək lazımdır. Nədir o? How ilə başlayan nida cümlələrinin mübtəda xəbər düzgün işləməsinə fikir vermək lazımdır. Bayaq what-da dediyimiz kimi xəbər mübtəda yanlışdır. Mübtəda xəbər olmalıdır. Baxın, burada da yanlışdır. Düzgün versiyasında da the country is. Mübtəda xəbər. Bu qədər sadə. Sonra C variantında bizə nə deyir? C-də bizə deyir ki, how ilə başlayan nida cümlələrində how-dan birbaşa sonra əsla article işləmir. Niyə görə işləmir? Biz mübtəda xəbəri ayırdıqda, məsələn, mübtəda ilə xəbəri ayırdım mı? Ayırdım. Ortada isim qalmır. Ya sifət qalmalıdır, ya zərf qalmalıdır. Article-da nəyə aiddir? İsmə. Yaxşı, bu sifət, bu zərfdirsə, mən article niyə yazım? Məntiq. Ən Z, üçü də işlənməz. Deyir, how ilə başlayan cümlələrin mübtədası isim olarsa mütləq Z işlənməlidir. Bu, what-da da belədir, burada da belədir. Coffee, də. Niyə? Çünki isimdir, isimin qarşısına Z qoyuram. Deyərsiniz ki, ay mənim, niyə görə Z qoyuruq? Əgər sən hisslə, həyəcanla, pafosla bir fikir bildirirsənsə, deməli, məlumdur da mənə. Deyir ki, maşın necə bahalıdır? Bütün maşınlar bahalıdır, xeyr. Sən deməli, hiss, həyəcan yüklüyürsənsə, deməli, bu məlumdur. Bu qədər sadə, yəni məntiqi tərcüməsi. How ilə başlayan nida cümlələrində sifət və zərfin işləməsinə fikir vermək lazımdır. Gəldik əsas məqama. Çünki bəzi feillər özündən sonra sifət tələb edir. Sifət tələb edilən feillər hansılardır? Çox yaxşı olardı ki, nidaya sifət zərf dərsindən sonra baxasınız. Burada nə demək istədiyini tam da başa düşəcəksiniz. Burada çətin bir şey yoxdur. Ana dilində feilləri %100 zərf təyin edir. Amma ingilisdə deyir ki, xeyr, bizdə belə deyil. 95% feilləri zərf təyin edir, 5%-ni isə sifət təyin edir. Hansılardır? Məsələn, bunları əzbərləsən, kifayət edir, ən çox işlənənlər. Bunları gördünsə, sifət təyin edir. She seems, o görünür, necə? Xoşbəxt. Deməli, burada elva ilə yazsaydı, zərf yazsaydı, səhvdir. Niyə? Çünki fikir verin, seems nədir? Görünmək, hərəkətsiz feildir. To be-dir, hərəkətsiz feildir. Deməli, hamısında sifət yazmışam. Gladly, sadly, badly yazsam, yanlışdır. Ola bilməz. How ilə başlayan nida cümlələrində sifət və zərfin əvvəlinə dərəcə zərfi verilə bilər. Dərəcə zərfləri sifət və zərfin əvvəlində gəlib onların mənalarını gücləndirir. Gücləndirən sözlərdir. Dərəcə zərfləri əsasən elva ilə bitir. Yoldaşlar, yəni burada belə dedik, yenə də biz bildiyimizdən fərqli bir şey yoxdur. Mən yenə də mübtəda xəbəri ayırıram. Incredibly quickly. Yəni əsas budur ki, burada sifət zərfdirmi? Buradakı da uzlaşırmı?
məsələ bitmişdir. Yəni burada isim olmasın, burada artikl olmasın, buradakı sifət zərfin xəbərlə uzlaşdır. Bu sifət istəyirsə sifət yaz, zərf istəyirsə zərf yaz. Yəni burada qlobal yanlış bir şey yoxdur. Baxaq əlavə qeydlərə. Mübtəda və xəbəri seçdikdə yerdə iki söz qalarsa, yəni sifət isim və yaxud da ki təkcə isim qalarsa, what bir söz qalarsa how işlənir. Bir söz deyəndə orada tək isimdə qala bilər. Bəzən mən burada sifəti ata da bilərəm. Clauses təkcə də qala bilər. Yəni yenə də deyirəm, what'u gördünsə, gözün nə axtarsın? İsim. İsim. Şu. Bir dənə qalırsa, sifət zərf qalırsa, onda da şey seçəcəyik, how-nu. Nida cümlələrində söz birləşməsinin işlənməsinə diqqət etməliyik. O deməkdir ki, burada it izi ayrı, shop'u ayrı götürmə. Niyə? Çünki article məqamı var. Closes shop. Bu cəmdə, bu təkdə. Deməli, mən əgər belə götürsəm ki, closes cəmdədir, article səhvdir, deməli, mən bu variantı üstə xərc çəkəcəm. Və yanlış etmiş olacam. Niyə? Çünki paltar dükanı deyəndə dükan əsasdır. Dükan sayılan təkdir, article-da qoymuşam. Ona görə buna fikir verin. Bu mübtəda xəbər uzlaşma dərsində 4 dənə məqam dedik. 2 isim yanaşı gələrsə, 2 isim arasında söz önü varsa, 2 isim arasında of varsa, 2 isim arasında apostrof s varsa, xəbərlə nə uzlaşır? Mübtəda xəbər dərsində baxarsınız. Deməli, nida cümlələrində of ilə verilən birləşmələrdə ofdan əvvəl. Baba, eyni dediyim qayda. 2 isim yanaşı, of verilərsə, əgər cümlədə digər cümlə üzvləri olmazsa, nida cümləsi həmişə xəbərlə bitir. Yəni, bu o deməkdir ki, yəni mənim üçün maraqlı olan mübtədadan sonra xəbərin gəlməsidir. Yəni, şərt deyil də cümlə xəbərlə bitməlidir. Başqa cümlə üzvləri də ola bilər, yəni fərq etməz. Mənə maraqlı olan mübtəda, sonra xəbərin gəlməsidir. Yəni, how-da da belədir, what-da da belədir. Dəyərli yoldaşlarımız, videomuzu bəyənməyə, paylaşmağı unutmayın. Hər kəs xəbərdar olsun deyə. Uğurlar.